Mən Rəcəbli Hüseyn, 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının Babaş rayonunun Nəhəcir kəndində anadan olmuşam. İdmana ilk dəfə 8 yaşımda başladım və bu həvəs mənə ailədən gəlir. Əvvəllər atam da, əmim də bu mənim yaşlarımda güləşlə məşğul olmuşlar. Deyə bilərəm ki, bu güləş həvəs bizdə genetikdir. İlk dəfə idmana gəldikdə çox şey bilmirdim və müəllimlərimiz ilk dəfə bizə xalça üzərində əzilməməyi öyrətdi. Bir çoxlu fəndlər göstərdi və o fəndlər üstündə yavaş-yavaş işləyib inkişaf etməyə başladıq. O fəndlərdə biz əlimizin, qolumuzun, başımızın əzilməməyi üçün müəllim müxtəlif fəndlər göstərmişdi və onlara dərindən yiyələndikdən sonra yavaş-yavaş güləşin dərinliklərinə qədər addımladıq. Hüseynin o idmana olan həvəsi ilə danışmağa başladım, elə bilirəm, saatlarla danışa bilərəm. Hüseynin belə uşaq yaşlarında çox, belə deyim də, nadinc, dəzəl deyim, o qədər enerjili hərəkətli uşaqdır ki, yəni onun biz normal bir yerdə durduğunu görə bilmirdik. Ağaçların üstündə, divarların üstündə, balaca vaxt idi, 3-4 yaş olardı. Belə bunu biz evdə olmayanda, məsələn, biz onu axtaranda anasına, ya kimsə deyirəm ki, gedin məktəbin həyətindəki o idman yerləri var da, turnik var orada, paralel qollar var. Yəni 90% yer oradan tapardıq. Hələ balaca yaşlarında turnikdə, paralel qollarda ip var idi, ip dərəcət eləyərdi. Hətta belə təxminən 5 yaşında da olardı, əlimdən tutdu mənə zorla ki, ata gəbirə işim var evdə. Döşəçələri düzdü yerə akrobatik, gimnastik hərəkətlər eləməyə başladı. Mən onda artıq baxdım ki, bunu mən əslində belə deyim də, düzünü desək, səmimi desək, əsas mən təhsilə önəm vermək istəyirdim. Yəni idmandan biraz belə deyim də, valideyn nə qədər olsa zədə alar deyə, bəzi belə hasarlar toxunar deyə orqanizmdə səmimi deyək ki, o qədər istəmirdim. Baxmayaraq ki, bizim özümüz də idmançı olmuşuq, əmisi də idmançı olub. Özüm də idmançı olmuşam, əsasda elə demək olar ki, tərbiyyət güləşlə məşğul olmuşam. Amma mən belə baxdım ki, artıq mən bunu idmandan ayıra bilmərəm də. Mən belə daha doğrusu elə baxdım ki, mən Hüseynə zərər vermiş olaram. Uşaq yaşlarında artıq o, belə deyim də, o hərəkətləri eləməyə başlamışdı. Hətta belə biz o Novruz bayramlarında biz rayonlara gedirdik, o tədbirlərə. Hətta Hüseynlə mən özüm orada bir 15-20 dəqiqəlik bir çıxışlarımız olmuşdu idmanla bağlı Novruz bayramlarında. Bəlkə də indi deyək ki, o kadrlar 100% qalar. Təxminən Hüseynin 5 yaşlarda olardı. Və ondan sonra biz Naxçıvan şəhərinə köçməli olduq. Və bundan qabaq onda da mən sizə qeyd eləmək istəyirəm ki, bunu özümə borc bilirəm. Bizim ümumiyyətlə biz Dağ kəndi, Nəhəcir kəndi, Dağ kəndi olmasına baxmayaraq, bizim kəndimizi mən desəm ki, idmançılar kəndidir, desəm ki, belə pəhləvanlar kəndidir, elə biləm yanılmaram. Çünki biz, mən belə deyim, mən öz 5 yaşım, 6 yaşım olanda belə, mən gözümü açıb Nəhəcir kəndində peşəkar sərbəst güləş müəllimi görmüşəm, Yaqubov Rafael. Hətta o vaxt mən bilirəm ki, o STR idman ustası olmuşdu. Biz öz kəndimizdə, belə deyim də, idman alətlərinin, o beynəlxalq idman alətlərini biz öz kəndimizdə, Ucqar kənddə olmağına baxmayaraq, o alətləri biz görmüşük. Demək olar ki, hər evdə 3-5 idmançı vardı Nəhəcir kəndində. Və biz də mən də işimlə bağlı olaraq artıq Naxçıvana köçən olandan sonra Hüseyni baxdım ki, mütləq bir idman sahəsinə yönətmək lazımdır. Sağ olsun, bizim yenə də bir qohum vardı bizim kəndimizdə. İndi hal-hazırda yenə də idman müəllimi işdir o, Yaqubov Ramit müəllim. O sağ olsun mənə köməklik elədi. Faiq İskəndərovun yanına gətirdi, qəbul elədi bizi. Çox sağ olsun Faiq müəllimi də, Allah razı olsun. Qəbul elədi və belə deyim, elə bir 3-5 gündən sonra doğrudan da elə bir Faiq İskəndərov da mənə öz təşəkkürünü bildirdi ki, belə gözəl övlad yetişdirmişsiniz, belə övlad böyümüsünüz və razılıqlarını bildirdilər mənim üçün Hüseynlə bağlı. Hüseyn körpəlikdə çox dəcəl uşaq olubdu. Dəcəlliyinə görə də biz buna çox narahat edib dəcəl olmağına görə. Nəysə bunu çox götür-qoy elədik, bunu idmana qoyduq. Bəli, çox sevinirik ki, bu yolu davam elədi. İdmana getdiyinə görə. İdmana həvəsi var idi. Biz buna görə də onu idmana yönəltdik, idmana getsin deyə. Tabi idmana getdiyinə görə biz də onun arxasında durduq, fəxr elədik bunun yarışlarında, qazandığı medallarından. Mən Rəcəbova Həcər, Məmməd Ağa qızı, Nəhəcir kəndində anadan olmuşam. Nə bilim, orada böyümüşəm, başa çatmışam, həyat qurmuşam. Şükür Allaha, gözəl-gözəl nəvələrim var, savadlı nəvələrim var. Turqay ilə Hüseyn Səyyadın balalarıdır, onların ikisi də idmançıdır. Turqay böyük qardaşdır, Hüseyn balaca qardaşdır. Onların ikisində əvvəlcədən idmana meylləri var idi.
Amma sonra baxdıq ki, Turqay ancaq təhsilə meyilli idi, amma Hüseyn yox, Hüseyn ancaq idmana meyilli idi. Hüseyn körpə vaxt kənddə evimiz çox uzaq idi. Turba ilə dırmaşırdı yuxarıya, hamımızın ürəyimiz tökülürdü. Allah, oradan düşsə necə olacaq? Böyük qardaşım bunu çəkirdi telefona. Mən İskəndərov Faiq Vilayətoğlu, 17 ildir məşqçi müəllim, sərbəst güləş üzrə məşqçi müəllim işləyirəm. 2015-ci ildən Uşaq Şənsəy İdman Məktəbinin direktor vəzifəsinə təyin olunmuşam. Əməkdar məşqçiyəm və idman ustasıyam özüm güləşdiyim dövrlərdə. Bu məşqçi işlədiyim 17 il ərzində bir çox tələbələrim vardı ki, indi də yaxşı nəticələr, uğurlar qazanırlar. Bunlardan biri də Rəcəfli Hüseyn Səyyadoğludur. Hüseynlə mənim tanışdığım 2017-ci ilin sonlarına təsadüf edir. O vaxtı Hüseynin atası yadımdadır ki, gətirmişdi, mən bölməmə yazdırdı. Elə ilk günlərdən Hüseyn həm dəcəlliyi, həm biraz da belə desək, şuluqçuluğu ilə uşaqlardan seçilirdi. Amma eyni zamanda əzmkar idi. Hüseyn heç vaxt deyilən nə tapşırıq verilirdisə, onlardan dərs çıxardır və vaxtında yerinə yetirməyə çalışırdı. 2019-cu ildə 35 kiloqram çəki dərəcəsində birinci yarışım oldu və həm çox həyəcanlı idim birinci yarış olduğunu üçün. Naxçıvan şəhər birinciliyi idi və ilk yarışımda ilk qələbəmi qazandım və bu qələbəmi qazandıqca güləşə həvəsim 2 qat artdı. Daha sonra 38 kiloda, 42 kiloda, 44 kiloda, 48, 52 kilo və belə davam edə güləşlərdə yarışlarım oldu və hamısında qələbə qazandım. Qələbələrim artdıqca güləşə olan həvəsim daha da artdı və motivasiyam da yüksək oldu. Həmişə də məni dəstəkləyənlər olduğu üçün bu gündəyəm. İnşallah ki, nəticələrimin davamı da gələr. Ən yadda qalan hadisə keçən il 2025-ci ilin yanvar ayında olan Azərbaycanın ən güclü turnirlərindən biri olan Sabahın Ulduzları turniri idi. Təəssüflər olsun ki, orada qələbə qazana bilmədim. 3-cü yerlə kifayətləndim. Amma bu məğlub olmağım mənə daha çox motivasiya verdi. Çünki qələbə qazanmağımdan o tərəfə məğlub olmağım mənə daha çox motivasiya verir. Şükürlər olsun ki, orada da qələbə qazana bilməsəm də 3-cü yerə layiq görüldüm. Bu yarış mənə belə yadda qaldı ki, orada daha çox böyük arena idi deyə birinci də öyle arena gördüyümüzə görə insana istər-istəməz biraz həyəcanları olur. O həyəcandan yana məğlub oldum. Burada öyrəndim ki, insan ən çox motivasiyası olmalıdır ki, və yaxud özünə güvəni olmalıdır ki, həyəcanlanmasın. Qarşıdakı da sənin kimi məşq edən insandır. Motivasiyalı insanlar həmişə həyatda qalib gələ bilər. Qələbələrimdən çox məni məğlubiyyətlərim ən çox motivasiya edir. Çünki qələbədə artıq bilirsiniz ki, qələbədir. Məğlubiyyətdə amma bir çox şeyləri bilmədiyi və yaxud yerində düzgün işlətmədiyimə görə məğlub olur insan. O səhvlərə baxıb səhvlərimi düzəltdim və gələn ilki yarışlarda inşallah ki, o nəticələri güclü nəticələndirib yaxşı nəticələr əldə edərəm. İdmanda ən çətin öyrəndiyim texnika təhkol fəndidir. Təhkol fəndi hər idmançının bacaracağı bir fənd deyil, yəni çox ağır bir fənddir. O fəndin üstündə çox işləmək lazımdır. O fənd demək olar ki, elə bu güləş içində ən çətin fəndlərdən biridir. Mən də o fəndi çox çətinliklə öyrənmişəm. Məncə insanda psixoloji dözümlülük daha çətindir. Çünki güləşin məğlubiyyətindən sonra yenidən toparlamaq, yenidən ayağa qalxmaq məncə ən çətin proseslərdən biridir. Yarışdan əvvəl hazırlıq prosesimiz belə gedir ki, yarışa həftələr qalmış və aylar qalmış, həftələr qalmış. Biz ən çox yağlı yeməklərdən və yaxud şirəli içkilərdən uzaq dururuq. Çünki onlar bizim ziyanımıza işləyə bilir. Çəki salırıq. Çəkimizi tarazlamağa çalışırıq, faydalı yeməklərdən istifadə edirik, meyvələrdən çox istifadə edirik. Döşək xalçasına çıxmamışdan əvvəl mən özümü belə motivasiya edirəm ki, mən artıq bura layiq görülmüş bir insanım. Deməli ki, vaxtında çox əziyyət çəkmişəm, çox əziyyətlər görmüşəm ki, mən buradayam, mən bacararam, mən burada qalib gələrəm düşüncəsi ilə platformaya çıxmışam və həmişə də bu düşüncə ilə, bu motivasiya ilə çıxıb həmişə də qalib gəlmişəm.
Valla demək olar ki, Hüseynin biraz tanışlığı var da, dedim axı bizim elə Nəhəzir kəndinin özündə də balaca da olsa bir zalımız var, döşək görmüşük, zal görmüşük. O qədər belə deyim də Hüseyn üçün belə deyim qeyri-adi olmadı, amma sevincli olduğunu gözlərindən, o parıltısından hiss edirdim ki, biraz böyük arenaya düşübdü, biraz böyük bir sahəyə düşübdü ya. Baxdım ki, daha çox elə həvəslərini, daha böyüklərini görmək istəyir. Hətta belə 2-3 gün yarışlarda mən götürəndə hər zaman gedib götürürdüm yarışlardan da. Məsələn, baxırdım da, deyək, qolu cızılır, ayağı cızılır. Soruşurdum ki, çətinlik var, yorulursan, yorulmuşsan. O qədər sevinclə deyirdi, yox, atama, sabah bir də gedək, sabah bir də gedək. Hər gün yanı gəlmək istəyirdi yarışa, güləşə gəlmək istəyirdi. Yəni, baxdım ki, mən bunu göndərənmərəm, bu həvəsli göndərənmərəm uşağıma. Və elə bu şəkildə davam etməyə başlayır hələ ki, şükür Allaha bu günə qədər. Turqay da ilk vaxtlar idmanla məşğul olurdu. Hətta dediyim kimi, fərqləndirmək üçün bəzi o, belə deyim də, hədiyyələr də verilmişdi. Elə indi özündə də hal-hazırda biraz özü üçün idmanla məşğul olur. Amma yox da belə deyək də, Turqay ümumiyyətlə tam elm sahəsinə yönəldi. Yəni oxumaq, dərs oxumaq, elm sahəsinə yönəldi, təhsilə yönəldi. Yəni belə deyim də, idmanı ikinci planda gördü. Özü üçün, öz sağlamlığı üçün ikinci planda gördü. Amma Hüseyn, yəni belə deyim də, təmiz desək ki, elə bir bütün həyatı Hüseyn idmandır. Təbliğat eləmiş o şeylər ki, bu qələbənin belə deyim də, uduzmağı da vardı. Ümumiyyətlə, bütün demək olar ki, əksər vaxtlar qələbələr bu məğlubiyyətdən keçir. Bunu da biz Hüseynə dəfələrlə aşılamışdıq ki, yəni bu ola bilər. Döşəkdə, məsələn, istəfələrlə qələbə çalırsan, birinci yerə çıxmısan, bunun ikinci, üçüncü yerə çıxmağı da var. Heç ümumiyyətlə yer tutmamağın da vardı. Bu da bir normal bir şeydir. Və biz də düzdür, təbii ki, bizim də ürəyimiz parçalanırdı, o qədər əziyyət çəkirdi bəzi, məsələn, yarışlarda, məsələn, belə deyim də, əli boş gələndə evə, bizim də ürəyimiz parçalanırdı. Amma biz də elə bir özümüzü o şeydə saxlamırdıq ki, o uşaq bizi də görsə, Hüseyin, məsələn, məni də görsə ki, o qədər narahat olmuşam, özü də ruhdan düşər. Ona görə də hər zaman, belə deyim də, motivasiya verməyə çalışmışıq. Hər zaman sən güclüsən, sən bacaracaqsan, bu da olmalıdır, normal kimi, yəni biz ona dəstək vermişik. Yəni heç zaman bəsdir, getmə məşqə sözlərini heç vaxt deməmişik. Hətta anası da belə, heç belə deyim də, onu heç vaxt o sözləri ona deməyibdir. İnşallah, belə deyim də, uğurları olar. Bizdə də ki, var. Hər zaman qürur duyuruq Hüseyn səninlə. Təkcə, belə deyim, o qazandığın medallara, tutduğun yerlərə görə demirəm. Hər zaman bizim fikirlərimiz də dəstəklədiyinə görə, döşəkdə, belə deyim də, uğursuz nəticələr olduğunda ayağa qalxmağı bacardığına görə, ələxüsus ona görə mən Hüseynə təşəkkürümü bildirirəm. Həyatda can sağlığı arzulayıram, başarılar diləyirəm, belə deyim. Biz hər vaxt ona dəstək olmuşuq. Biz onu, məsələn, içimiz parçalansa da, o yarışda qalib gəlməsə də belə, biz ona heç vaxt ona bildirməmişik. Biz onun həmişə arxasında durmuşuq, ona köməklik eləmişik, ona moral vermişik, yəni da elə bir dəstək olmuşuq ki, bu heç vaxt həvəsdən düşməz. Hüseynə can sağlığı arzulayıram, bu yolunda ona uğurlar arzulayıram. 30 kiloda birinci medalını aldı. Belə-belə yüksəklərə ucalır da, inşallah da ucalar. Biz heç vaxt onun uduzluğuna biz narahat olmurduq. Bilirdik ki, bu il belədir, gələcəyə belə olmaz. Belə-belə biz ona dəstək olduq. Artıq 2018-2019-cu ilin sonlarında Hüseyn ilk yarışı oldu. Naxçıvan Muxtar Respublika birinciliyi. Hüseyn elə ilk yarışında da özünü doğruldaraq, bütün rəqiblərinə qalib gələrək Muxtar Respublika çempionu olmağı bacardı. Hüseynin üstün cəhəti bir də ondan ibarət idi ki, Hüseynin valideyni də Hüseynlə çox maraqlanırdı, dəstək olurdu və ən əsası bir məşqçi üçün ən önəmlisi o idi ki, valideyn heç vaxt məşqçinin işinə qarışmırdı. Həmişə deyirdi ki, Hüseyn atası, müəllim, bu Hüseyni vermişəm sizin ixtiyarınıza,
Siz necə məsləhət görürsə, o qaydada məşq elətdirin. Nə bilirsə, onda deyin. Sizin sözünüzdən çıxa bilməz. Həqiqətən belə valideynlər çox az olur. Əsasən məşqçinin işinə qarışırlar. Mən də valideynlə danışdıq. Razılaşdıq ki, Hüseyn hər gün, həftənin hər günün məşqə gələcək. Biz də ondan hər gün işimizi planlı şəkildə qurub məşqimizi o şəkildə keçəcəyik. Və elə gətirdi ki, biz deyilən qaydada oldu. Bu gün də sağ olsun Hüseyn atası yenə də Hüseyn dəstəkləyir, məni dəstəkləyir. Nə deyiriksə vaxtında anında yerinə yetirir. Və bunun da nəticəsidir ki, mən də öz bilik və bacarıqlarımı Hüseynə öyrətdim. Bunun da nəticəsi Hüseyn artıq bu gün Azərbaycan birinciliklərində, beynəlxalq turnirlərdə yaxşı nəticələr verir, uğurlar qazanır. Və belə deyim, bu yaxınlarda da Hüseyn daha dəqiq desəm 2 gün öncə İdman Akademiyasına sənədlərini verib, orada da yaxşı bal toplayıb. İnşallah ki, mən inanıram ki, Hüseyn Universitetə də, İdman Akademiyasına da qəbul olacaq və Bakı şəhərində yığma komandanın tərkibində daha böyük uğurlara imza atıb, ölkəmizin bayrağını Avropa, dünya birinciliklərində dalğalandıracaq. Mən də bir məşqçi kimi Hüseynə bu yolda uğurlar arzulayıram və inanıram ki, Hüseyn bizim etimadımızı doğruldacaq. İndiyə kimi ən çox dəstəyi başda valideynlərim, daha sonra isə müəllimlərim verməyə başladı və onların sayəsində şükürlər olsun ki, bu gün bu gündəyim. Ən yaxşı nəticə qazanmaq üçün insan ilk öncə rejimli olmalıdır, disiplinli olmalıdır və həmişə özünə inanmalıdır, motivasiyası yüksək olmalıdır ki, mən bacararam, mən bu işin öhdəsindən gələrəm. Belə bir düşüncəyə sahib idmançı idmanda həmişə qələbə qazana bilər. Bir güləşçinin ən çox elədiyi səhv yarışda həyəcanlanmalarıdır. Çünki sən orada gəlmirsən, əziyyət çəkmirsən və orada həyəcanlanmaq lazım deyil. Sən həyəcanlanıb öz elədiyin, tər tökdüyün yerdə öz gücünə xəyanət etmiş olursan. Çünki sən ondan güclü olduğun halda ona məğlub olursan. Bu da həyəcandan, hissdən, qorxudan irəli gəlir. Məncə güləşçinin ən çox belə yarışlarda uduzmağın ən böyük variantı qorxu və həyəcan hissi keçirmək. Şükürlər olsun ki, dərslərlə bir yerdə idmanla yanaşı dərslərim də yaxşı gedir. İnşallah ki, axıra qədər dərslərim də idmanında yaxşı gedir. Hədəflərim Avropa, dünya, hətta Olimpiya çempionu olmaqdır. İnşallah ki, gələcək illərdə Avropa, dünya, Olimpiya çempionu olaram. Bayrağımızı yüksəklərdə dalğalandırıb, himnimizi uca zirvələrdə səsləndirərəm.